İndi Gmaildə adımızı necə düzəliş etmək olur, onu göstərəcəm. Mən əlbəttə ki, daxil olacağam MIT-ə. Biz MIT-də təlimlərimizi keçdiyimizə görə MIT daxil oluruq bura. Bura daxil olanda bizim burada özümüzün adımız var zaten. Burada yuxarıda Gmailimizi göstərir. Mən Gmailimə daxil oluram və görürsünüz burada yazır ki, account Google və account sözünün üzərindən basıram. Açılır. Mən dünəndən dəyişmişəm, amma sizin üçün göstərəcəm. Görürsünüz, burada açılandan sonra burada lichni danlı sözü var. Yəni bu lichni danlı, yəni şəxsi məlumatlardır. Bura daxil olursunuz. Daxil olanda biraz sürüşdürün, yuxarıya doğru görəcəksiniz. Bax, burada yazır ki, imya, ad, soyad, bax burada. Və burada ox işarəsi var kənarda. Mən bu ox işarəsinin üzərindən basıram. Bu cürə açılır. Və mən nə edirəm? Buradakı adımı, soyadımı dəyişməyə, buranı basıram. Fırlanır, gəlir və burada ad, soyadımı dəyişirəm. Bu qədər.